nəfəs salıb, oy xalqımın səsi, oy yayılır hər yana zəfər nəğməsi. Tarixi faktlar əsasən, İran adlı dövlət anlayışı 1925-ci ilə qədər rəsmi və hüquqi mənada mövcud olmayıb. 20-ci əsrə qədər bölgələrdə siyasi hakimiyyətlər dövlət adları ilə deyil, hakim sülalələrin və ya iqlimlərin, yəni vilayətlərin adları ilə tanınırdı. Yəni bu ərazilərdə müəyyən sərhədlərlə məhdudlaşmış İran dövləti deyil, müxtəlif xanədanlıqların idarə etdiyi çoxmillətli imperiyalar mövcud idi. Tarixi mənbələrdə bu torpaqlar Osmanlı, Səfəvi, Qacar, Habsburg kimi sülalələrin adları ilə, eləcə də İraki Əcəm, Fəlate-i İran, Xorasan, Qafqaz, Anadolu, İraki Ərəb, Azərbaycan və Həbəşə kimi coğrafi bölgə adları ilə qeyd olunurdu. Bu adlandırmalar göstərir ki, həmin ərazilər vahid bir İran dövlətinə deyil, müxtəlif siyasi, iqlim bölgələrinə mənsub idi. İngiltərənin dəstəyi ilə 1925-ci ildə baş vermiş hərbi çevriliş, yəni kudeta nəticəsində Fəlate-i İranda yaşayan farslar, yəni xalq arasında tatlar və ya taciklər adlandırılan qrup bütöv Qacar imperiyasının hakimiyyətini ələ keçirdilər. Həmin dövrdə bu torpaqlar Məmalik-i Məhruse-i Qacar adlanırdı. Bugünkü İran adlanan ölkə isə əslində bir neçə məmləkətin və çoxsaylı millətlərin zorakılıqla eyni sərhədlər içərisinə salınmasının nəticəsidir. Farslar İngiltərənin yardımı ilə əvvəlcə bütün muxtar Qacar məmləkətlərini işğal edərək hamısını vahid dövlətə çevirməyə çalışdılar və buna nail oldular. Ardınca ölkənin adını dəyişdirərək əvvəlcə Persiya, daha sonra isə 1936-cı ildə rəsmi şəkildə İran adını qəbul etdilər. Bu ad dəyişikliyi ilə Fars kimliyi dövlət kimliyi kimi təqdim olundu və çoxmillətli ərazilərdə yaşayan xalqların, xüsusilə Azərbaycan türklərinin milli kimliyi və tarixi adları sistemli şəkildə silinməyə başladı. Bu proses nəticəsində Güney Azərbaycan, Xorasan, Loristan, Bəlucistan, Əhvaz, yəni Ərəbistan kimi qədim bölgə adları intizami xəritələrdən çıxarıldı, yerinə farsça toponimlər tətbiq olundu. Beləcə, Fars mərkəzli ideologiya və dövlət qurulusu formalaşdırıldı. Bütün qeyri-Fars millətlərə, xüsusən də türklərə qarşı assimilyasiya siyasəti dövlətin əsas məqsədinə çevrildi. Güney Azərbaycanın İran tərkibində olmasının tarixi hüquqi əsası yoxdur. Tarixə nəzər salaq, Nadir Şah Azərbaycanın güneyini və şimalını eyni intizami vahiddə birləşdirmişdi. Tarixi daha qədim çağlara getmədən Səfəvilər dövlətindən başlamaq olar. Səfəvilər dövlətinin Azərbaycan dövləti olması İran tarixşünaslığının iddiasına baxmayaraq təsdiq olunmuş faktdır. Azərbaycan torpaqları Səfəvi dövlətinin əsasını təşkil etmiş, onun formalaşması və inkişafında əsas faktor olmuşdu. Səfəvi dövləti əfqanların hücumu ilə